Allah. Bu şiir benim feryat piyesimdendir. İdrakta yol açmış geceden gündüze Allah. Güldürmesen öz könlünü, gülmez yüze Allah. Riyaya şefer kimi Tanrım səpələnmiş, kalbin gözü yanmazsa görünmez göze Allah. Allah bilirik cismi değil, bəs nedir Allah? En yüksek olan hakta hakikattedir Allah. Dondunsa tekamül ve güzellik qabağında, derk et, bu teəccübdə, bu heyrətdədir Allah. Bildik, bilirik, gizlidir insandaki kudret. Herkes onu fehmetmese, acizdir o elbet. İnsanın ezel borcudur insanlığa hürmet. İnsanlığa hürmette, ləyaqətdədir Allah. Gerçek de budur, gizlidir her zerrede vəhdət. Bir zerre iken külle qovuşmaq ulu niyyət. Gördüklerimiz zahiridir, bətnə nüfuz et. Batindeki, cövherdeki fitrettədir Allah. Fitret de yatır sözde, sözün öz yükü fikrim. Seçmiş seçecek, daima tükten tükü fikrim. Mən bir ağacam, yarpağı sözler kökü fikrim. Sözlerde değil, sözdeki hikmettedir Allah. İnsan tepeden dırnağa sen arzu dileksen, nefsinde doyumsuz, fakat eşkinde meleksen, zulmün üzüne hak deyilen şilleni çeksen, şillemde mühürlenmiş o gayrettedir Allah. Cahil ener alçaklığa, öz kalbine yenmez. Vicdandan eğer dönse de xeyrinden o dönmez. Zulmette, cehalette, edavette görünmez. İlgarda, sadakette, məhəbbətdədir Allah. Salam əziz uşaqlar və hörmətli qonaqlar. Bugünkü tədbirimizi böyükdən kiçiyə hamımızın yaxşı tanıdığı xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunub. Bəxtiyar Vahabzadə yaşayan, döyüşən, səfərbər edən vətən xalq qarşısında öz tarixi vəzifəsini yerinə yetirən çağdaş Azərbaycan poeziyasının görkəmli nümayəndəsidir. Elinə, torpağına, kökünə bağlı, təkrarsız fərdi milli çalar, Bəxtiyar şeirini artıq müasir poeziyamızın tarixi, bədii faktına və hadisəsinə çeviribdir. O poeziyanın dövrün ağır sınaqlardan qoruyub, saxlamağı bacaran, öz sinəsində hər zərbəyə açıq, dərsi soyulmuş ürək gəzdirən, həqiqi milli şairdir. Əsrin şərq və dünya şeir prosesi məcrasında Azərbaycan Bəxtiyar Vahabzadənin poetik söz dünyası ləyaqətlə təmsil edir. Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Bəxtiyar Vahabzadənin qədim və zəngin ədəbi ənənələri olan Azərbaycan ənənələrinin tarixi də özünə möhkəm yer tutub. Əlbəttə bu şərəf hər sənətkara nəsib olmur. Bəxtiyar Vahabzadə bu haqqı parlaq, orijinal yaradıcılığı xalq tərəfindən rəğbətlə qarşılandı. İctimai fəaliyyəti ilə qazanmış Bəxtiyar Vahabzadə Azərbaycan vurğunu olan, onun hər bir cuşəsini ürəkdən sevən vətən xalq bütün varlığı ilə bağlı olan və bunu yaradıcılığında səmimiyyətlə əks etdirən bir sənətkardır. Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin sərəncamı 2025-ci ilin avqust ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalq şairi, dramaturq, ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, SSR və Azərbaycan Respublikasının dövlət mükafatları, laureatı və akademik Bəxtiyar Mahmud oğlu Vahabzadənin anadan olmasının 100 illiyi tamam olur. Bəxtiyar Vahabzadə mübariz şəxsiyyəti və çoxşaxəli fəaliyyəti ilə 20-ci əsrin ikinci yarısından etibarən Azərbaycan bədii ictimai fikir tarixinə parlaq səhifələr yazmış qüdrətli simalardandır. Onun vətənə, millətə və doğma ana dilinə sonsuz məhəbbəti ifadə edən dərin politik fəlsəfi düşüncələrlə zəngin irsi daimi mədəni mənəvi dəyərlərə ehtiram, milli azadlıq ideyalarına bağlılıq və istiqlal məftukturasına sədaqət hissi aşılamışdır.
Sənətkar ədəbi və elmi yaradıcılığın uzun illər pedaqoji fəaliyyəti ilə uğurlar əlaqələndirərək bir neçə nəslin milli təfəkkürlərinin formalaşmasında müstəsna rol oynamışdır. Bəxtiyar Vahabzadə ictimai xadimi kimi xalqın taleyüklü məsələlərinə münasibəti həmişə əsl ziyalı mövqe nümayiş etdirmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə rəhbər tutaraq milli ədəb fikir xəzinəsinə qiymətli töhfələr bəxş etmiş söz ustası Bəxtiyar Vahabzadənin 100 illiyinin qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə birlikdə Azərbaycan Yazıçılar Birliyinin təklifləri nəzərə alınmaqla xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin. İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti, 21 fevral 2025-ci il. Bəxtiyar Vahabzadə həqiqətən də xalqın şairi olmuş. O zamanın nəbzini tuta bilən, xalqın dərdinə, sevgisinə şərik ola bilən bir insan idi. Bəxtiyar Vahabzadə Azərbaycan dilinin zənginliyi və imkanını bir dil kimi səciyyələndirirdi. Görkəmli sənətkar ana dilinin təmizliyi və gözəlliyinin qorunması məsələsində ümumxalq iş, dövlət işi hesab edib belə söyləmişdir. Dil xalqındır. Ona görə də dilin gözəlliyi keşiyində yalnız alim və yazıçılar, filoloq və jurnalistlər deyil, bütün xalq durmalıdır. Bu, hər birimizin vətəndaşlıq borcudur. Bu, ümumxalq işi, dövlət işidir. Ata-babalarımızdan miras aldığımız ana dilimizi göz bəbəyimiz kimi qorumaq, onu cilalaya, öz dadı tamı və təmizliyi ilə gələcək nəsillərə təhvil vermək müqəddəs borcumuzdur. Onun şeirlərini təkcə kiçiklər deyil, böyüklər də əzbərə bilir. Dostlar, yəqin ki, hamımızın sevimli şairimizin ana dilinə həsr etdiyi şeiri əzbərdən bilirsiniz. Uşaqlar, bəs əzbər bildiyimiz bu şeirdə nə qədər dərin bir hikmət olduğunu heç fikir vermişsinizmi? Şeiri hər bir misrasının zərifliyi, qədim tarixi, zənginliyi duyulmaqdadır. Gəlin ana dilin şeirini oxucumuz Kazımova Rəşidənin dilindən dinləyək. Dil açanda ilk dəfə ana söyləyirik biz. Ana dili adlanır bizim ilk dərsliğimiz. İlk mahnımız Laylanı anamız öz südü ilə içirir ruhumuza. Bu dildə cilə-cilə. Bu dil bizim ruhumuz, eşqimiz, canımızdır. Bu dil bir-birimizlə əhdi peymanımızdır. Bu dil tanıtmış bizə bu dünyada hər şeyi. Bu dil əzdadımızın bizə qoyub getdiyi ən qiymətli mirasdır. Onu gözlərimizlə qoruyub nəsillərə biz də hədiyyə verək. Bizim uca dağların sonsuz əzəmətindən, yatağına sığmayan çayların hiddətindən, bu torpaqdan, bu yerdən, elin bağrından qopan yanıqlı nəğmələrdən, güllərin rənglərindən, çiçəklərin iyindən, ağsaslı babaların əqlindən, kamalından, düşman üstünə cuman o quratın nalından qopan səsdən yarandın. Ana dilim, səndədir xalqın əqli hikməti. Ərəb oğlu Məzmunun dərdi səndə dil atmış, ürəklərə yol açan Füzulinin sənəti. Ey dilim, sənin qüdrətinlə dünyalara yol açmış. Səndə mənim xalqımın qəhrəmanlıqla dolu tarixi varaqlanır. Səndə mənim mədəniyyətim, şan şöhrətim saxlanır. Mənim adım sanımsan, namusum vicdanımsan. Bu dil tanıtmış bizə bu dünyada hər şeyi. Bu dil əzdadımızın bizə qoyub getdiyi ən qiymətli mirasdır. Onu gözlərimizlə qoruyub nəsillərə biz də hədiyyə verək. Ey öz doğma dilində danışmağı ar bilən fasonlu ədəbazlar. Qəlbinizi oxşamır qoşmalar, telli sazlar. Bunlar qoy mənim olsun, ancaq vətən çörəyi sizlərə qənim olsun. Gəlin sizinlə kiçik bir oyun keçirək. Biz sizə suallar təqdim edəcəyik. İlk sualımızı təqdim edirik. Bəxtiyar Vahabzadə neçənci ildə və haradan anadan olmuşdur? Kim düzgün desə? 1925-ci ildə Şəki rayonunda. Düzdür? Bəli. İndi də mən sizlərə bir sual təqdim edim. Diqqətli olun. Sual belədir. Bəxtiyar Vahabzadənin ilk şeir kitabı necə adlanır? Mənim dostlarım 1949. Aferin. Düzdür. Bəs ikinci kitabı hansı kitabdır? Kim deyər? Bahar 1950-ci. Düzdür. Sualı cavablandırılır. Düzgün cavab verənlər mükafatlandırılır.
Uşaqlar, Hə, göz. Buyurun. Uşaqlar, yəqin ki, şair şeirlərini bəstələmiş, nəğmələrini eşitmişsiniz. Onun şeirləri mahnı bəstələnməsi heç də təsadüfi deyil. Çünki şairin bütün şeirləri ahəngdən və musiqilidir. Gəlin şairimizin şeirlərinin birinə bəstələnmiş mahnı dinləyək. Emin Sabitoğlu'nun bəstələdiyi Kəpənək nəğməsi səsləndirilir. Güller üstü uçan kaçan bir kaygısız kepenektir. Çiçeklerin yüreğinde senen şirin bir dilektir. Güller üstü uçan kaçan bir kaygısız kepenektir. Çiçeklerin yüreğinde senen şirin bir dilektir. Sorağımı gül çiçekten alınca ben gördüm yoksa. Kaçtım senin dalınca ben gördüm yoksa. Sorağımı gül çiçekten alınca ben gördüm yoksa. Kaçtım senin dalınca ben gördüm yok. Elə bir şair tanıyırmısınız ki, Azərbaycanın gözəlliyini, onun meşələrini, şirin çaylarını, göllərini öz şeirlərində təsvir etsin. Vətənimizin tərənnümü Bəxtiyar Vahabzadə hər zaman diqqət mərkəzində olmuşdur. Onun şeirlərində vətən mövzusu həmişə öz planında olmuşdur. Həmin şeirlərdən biri Ana Yurdum şeirini Pənahova Nərminin dilindən dinləyək. Başla. Anaların laylasından, babaların tarlasından, nənələrin qorxu almaq üçün çəftə suyu içirdiyi kasasında səni içdim, udum, ana yurdum. Bağ gülündə, dağ qarında, sel suların axarında, palıdların vüqarında səni gördüm, ana yurdum. Tarixin uğuldayan dağ mehində, quşların cəhcəhində, yurdaşların kədərində, fərəhində səni duydum, ana yurdum. Füzulinin ah səsində, Üzeyrin nəğməsində, Ələsgərin nəfəsində səni andım, ana yurdum. Mənim andım, ana yurdum. Hamınız bilirik ki, Azərbaycanımızın bu səviyyəyə gəlib çatması heç də təsadüfi deyil. Yurdumuz bu tarixi inkişaf yoluna keçənə qədər çoxlu enişli, yoxuşlu yollar keçmişdir. 20 yanvar Xocalı hadisəsi zamanı xalqımızın başına gətirilən bəlalar heç bir zaman bizim yaddaşlarımızdan silinməyəcək. Bütün bu tarix həqiqətləri xalqa gəzdən sizdən çatdırmaqda Bəxtiyar Vahabzadənin rolu əvəzsizdir. Şairin hər bir şəhid ailəsinin öz itkisi kimi duyaraq öz hisslərini, həyəcanlarını, şeirlərini əks etdirmişdir. Yurdun hər küncündə bir tarix yaşar, qorxuram itirə zaman tarixi. Torpaqda əcdadın ayaq izləri, itərsə bürüyər duman tarixi. Daşları dindirsək, daşlar dinəcək, nağıllar nağıldan haqqa dönəcək. Bizlər öyrənməsək, kimlər öyrənəcək? Bizlərdən fərasət uman tarixi. Yalanı torpağa gömsən kol bitər. Nəyimizə gərək doğruya bənzər. Biz necə varıqsa bizə o yetər. Fərziyyə tarixi, cuman tarixi. Oxuyaq daşları biz zaman zaman. Həqiqət sıyrılsın bəzəkli dondan. Gəlin biz oyadaq qış yuxusundan. Torpağın altında yatan tarixi. Torpağın altında yatan tarixi. Mən bir çınar görmüşəm 1001 yaşında. İlki var, cəddi var kəllə daşında. Keçdiyi yolu var cıtma daşında. Borcumuz tapmaqdır itən tarixi. Borcumuz tapmaqdır itən tarixi. İndi isə Mehdi və Leylanın dilindən Vətən marşını dinləyək. Ey vətən oğlu, düşün, bil ki, sənindir vətən. Sabahın həm bugünün, həm dünənindir vətən.
Sənin öz dövlətin, öz millətin, öz cəddin var. Vətən yolunda ölənlər ölümdən doğular. Biz vətən məzlunu, el aşiqi, sülh əsgəriyik. Vətən naminə ölsək, dirilərdən diriyik. Mənim öz ulduzumu bağrıma basmış hilalım. Dedi ulu öndər, yolu bayraqdakı 3 rəngdən alım. Sən bu gül bayrağın altında məramınca yaşa, qoyma düşmən nəfəsindən ona çirkab bulaşa. Sənin öz bayrağının kölgəsi cənnətdir sənə, günəş hər gün doğur yalnız içimizdən vətənə. Bizim iqbalımızı yazdı qılıncın kəsəri, bizi biz etdi dədəm qorqu Oğuznamələri. Ey Azərbaycanım, Türkün Oğuzlar vətəni, ər oğullar, ər igidlər, kişi, qızlar vətəni. Sənin haqqındadır azadlıq, sənin haqqındadır inan. Tapmaram azadlıq, insanlığa və haqqa, haqdan doğulan. Bəşərin dərdini, öz dərdi bilib millətimiz, öz niyyətimizdən doğub hürriyyətimiz. Hər gecə yatmazdan əvvəl özündən sor ki, məni bugün yurttaş edən öz yurdum üçün nə etmişəm? Əziz uşaqlar, hörmətli qonaqlar, beləliklə sevimli şairimizə həsr olunmuş tədbirimizin sonuna gəldik. Sonda onda qeyd edək ki, Bəxtiyar Vahabzadə cismən bizimlə olmasa da, o ruhən hər zaman bizimlədir. Xalqımız heç bir zaman o böyük sənətkarı unutmayacaq. Böyük söz ustadımıza həsr olunmuş gələn tədbirlərdə görüşənə qədər. Çox sağ olun. Afərin hər birinizə uşaqlar.